Hum isə onun ismidir və nədir? Bitişən əvəzlikdir. Humul mufsiduna. Burada hum kişi demək ki, kişi cinsindədir. Demək şəxs əvəzliyidir və burada bu dırdır əvəzləyir burada. Dırdır şəkil, xəbər şəkilçisini əvəzləyir. El-mufsiduna demək fəsad törədənlər. Onlar fəsad törədənlərdir. Əfsədə yufsidu mufsidundadır. Yenə də feilin 4-cü babının ismi failidir, cəmdədir. Və isimlərin düzgün cəmi ilə cəmlənib. Yəni unə ilə və innənin də xəbəri sayılır. Bax burada inna, bax bu innehumun innənin xəbəri sayılır bu. Vələkin la yəşxurun və bağlayıcıdır. Lakin bu fəqət deməkdir. Buna istidrak hərfi deyirlər ərəb dilində. Bu bağlayıcı rolundadır. Azərbaycanda buna bağlayıcı deyirlər. La yəşxurunə fərqində deyirlər və yaxud düşünmürlər, dərk etmirlər mənasındadır. La inkar ədatı, yəşxurunə feilin indiki gələcək zamanındadır. Şəara feilindəndir, cəmdədir, 3-cü şəxsdədir və kişi cinsindədir. Sonra keçirik növbəti ayəyə. Və izə qilə ləhum əminu kəmə əmənən nəsu. Bura qədər tərcümə edək. Onlara demək ki, iman gətirin deyildikdə, insanların iman gətirdiyi kimi iman gətirin deyildikdə, bura qədər, indi bura qədər təhlil eləyək və bağlayıcı izə zaman, şərt və zaman zərfidir. Demək, şərt budaq cümləli tabeli mürəkkəb cümlədə iştirak edir. Qilə deyildi, fiil şərtdir. Yəni, şərt feilinin mənasında işlədilib. Çünki izə ilə bir yerdə işlənib. Ona görə ləhum onlara dediyimiz kimi car və məcrur, yəni li ünquşması və hum bitişən əvəzindən ibarətdir. Əminu iman gətirin. Demək, təkidi əmr formasıdır. Demək, əmənə feilin 4-cü babının demək feilidir, 4-cü babdadır. Kəmə əmənən nəsu, insanların iman gətirdiyi kimi, car məcrur məstər hərfi, yəni burada kə bağlayıcıdır, mə məstər hərfi deyirlər buna, buna başqa cürdə nisbə vəzikdə deyirlər. Əmənə, demək feilin 4-cü babındadır, keçmiş